Latın dilində manus adlanır. Manus. Ayaq da pes adlanır. Ona görə manikür, pedikür sözləri buradan götürülür. Əlin hansı hissələri var? Yuxarı hissəsi bilək hissəsi, Latın dilində adlanır karpus. Əl darağı hissələri, bu hissələr, öz əlimizdə bu hissələrdir, adlanır metakarpus, metakarpus və barmaq falanqaları, digiti falangialis, ya da ki, əl barmaqları desək, digiti manus deyə bilərik. Karpus, yəni bilək nahiyəsi, iki sırada yerləşmiş 8 sümükdən ibarətdir. Bu sümüklər hansılardır? Baş barmaq bayır tərəfi hesab olunduğuna görə birinci sıranın bayır tərəfindən başlayırıq. Bu sümüklərdən birincisi adlanır qayığa bənzər sümük, os scafoideum. İkincisi adlanır aypara sümük, os lunatum. Üçüncüsü adlanır üçkənarlı sümük, os triquetrum. Və dördüncü, sonuncu sümük burada, bu sırada adlanır noxuda bənzər sümük, os pisiformi. Deməli, ikinci sırada birinci sümük bayır tərəfdən baxanda trapesia şəkilli sümük, os trapezium. İkincisi trapeziya bənzər, os trapezoideum. Üçüncüsü başlı sümük, os capitatum və dördüncüsü qarmaqlı sümük, os hamatum adlanır. Əl darağı sümüklərinə, yəni metakarpus nahiyəsinə gəldikdə isə burada 5 ədəd əl darağı sümüyü yerləşir. Bu daraq sümüklərinin hər birinin proksimal ucu var, proksimal ucu və distal ucu. Proksimal ucu onların əsası adlanır, bazis metakarpalis adlanır və bunlar ikinci cərgədə yerləşmiş bilək sümükləri ilə birləşməyə məxsusdur. Distal cərgə, distal hissələrinin üzərində, distal uclarının üzərində isə burada deməli əl darağı sümüklərinin başı yerləşir, caput metakarpalis. Bunların arasında isə əl darağı sümüklərinin cismi, corpus metakarpalis yerləşir. Əl darağı sümükləri distal uclarına görə yox, çünki onların hamısının distal ucu kürə formasındadır, eyni formadadır. Proksimal uclarının formasına görə bir-birindən fərqlənirlər. Məsələn, birinci əl darağı sümüyünün əsası yəhərə bənzər formadadır. İkinci əl darağı sümüyünün əsası deməli, haçalanmış şəkildədir. Üçüncü əl darağı sümüyünün əsasında bir ədəd bizə bənzər çıxıntı yerləşir. Dördüncü əl darağı sümüyünün əsası əldə də, ayaqda da 4 bucaq formasındadır. Beşinci əl darağı sümüyünün isə içəri tərəfində kiçik bir qabarıqlıq olur. Əl barmaqlarına gəldikdə isə bunlar baş barmaq istisna olmaqla yerdə qalanları 3 sırada yerləşmiş falanqalardan ibarətdir. Deməli, baş barmaqda proksimal və distal falanqalar olur, orta falanqa yoxdur. Yerdə qalan 4 barmağımızda proksimal, orta və distal falanqalar vardır. Falanqaların da həmçinin proksimal ucları və distal ucları var. Onlar bir-birindən birləşib oynaqlar əmələ gətirirlər. Distal falanqaların uc hissəsində dırnaqların birləşməsinə məxsus qabarıqlıqlar olur.